Müştəri məmnuniyyəti nədir? Bütün biznes adamlarının, bütün satış adamlarının ən böyük hədəfidir. Müştəri məmnuniyyətini qazanmaq. Müştəri məmnuniyyəti ümumiyyətlə bir satış prosesinin, bir biznesin davamlılığı deməkdir. Müştəri məmnunsa o iş davam olacaq. O iş uğurlu olacaq. Məmnun deyilsə, həmin gün ona siz məhsul satsaz belə bir yerdən sonra siz onu itirəcəksiniz. Çünki o satış prosesindən o məmnun əslində ayrılıb. Müştəri məmnuniyyəti ən böyük reklamdır. Ən böyük marketinq strategiyasıdır. Tam tərsi, müştəri məmnuniyyətsizliyi ən böyük antireklamdır. Müştəri məmnun qalmasa, hər yerdə deyə gezəcək ki, bu məhsullar yaxşı deyil, falan şirkətin rəhbərliyi yaxşı deyil, siyasəti yaxşı deyil, satış meneceri yaxşı deyil. Hər yerdə bizi antireklam eləyə gezəcək. Tam tərsinə, məmnun qalsa reklam eləyə gezəcək. Buradan nə çıxır? Həm də ən böyük nədir? Büdcəyə qənaətdir. Marketinq xərclərinə qənaətdir müştəri məmnuniyyəti. Tam tərsi ən böyük məsrəfdir. İtirilən müştərini qazanmaq ilk müştərini qazanmaqdan daha məsrəflidir. Bunu heç vaxt yaddan çıxarmayın.